Sən bu söhbəti kimsə bilirdi bu söhbəti. Bir dəfə eşidirəm. Çox adamlar bilmir. Bu bir mesajlı getdi. Bunu istəsəz verəsiz, istəsəz yox. Onsuz Bizlər hər şey veririk. məktub gəldi ki, mən səndən yenidən döyüşmək istəyirəm. Gərək bilməzdim ki, bu insanlar belədir. Mən hansı əllə çörək yeyirəm, ona qədər kameraya çəkirdilər. Mən hamıya yaxşı ola bilmərəm ki. Nə dərəcədə sənin üçün çətin oldu? Mən onun xarakterini bəyənməyə bilərəm. Ən azı minimum 2-3 dəfə olimpiya çempionu ola bilərdim. İstədim karate ilə futbolu dəyişim. Heç vaxt rola girməm. Məndə bir necədir? Gəldisə deyirəm. Həmişə sizdən soruşmaq istəyirdim. Biz qonşuyuq, niyə soruşmusunuz? Ona görə Emin, mən sənə dediyim kimi, bax, qaqaş, həm sürətlidir, həm nə bilim, ən çox qol vuran insandır. Başa düşürsən, sən demək olar ki də. Amma Messi anadan olanda belə idi. Nə olsun, elə buna görə mən sənə deyirəm, dünyada bax, ya Ronaldodur, ya da Messi'dir, ikisindən biridir, amma yenə deyirəm Ronaldodur, bax, inan mənə. Mən də qalıram Messi'dən. Çünki Barsa zarkeşiyim, sən də Real. Həmişə bu sporda bax, biz yekun heç nəyə gələ bilmirik. Bilirsiniz niyə? Çünki futbolda bu dəqiqə bilinmir kimdir ən yaxşı. Amma karatedə ən yaxşı, dünyanın bir nömrəsi kimdir? Əlbəttə ki, Rafael Ağayev. Karatenin brilyantı. Bilirsən nəyə görə ona brilyant deyirlər? Çünki bu insan yeganə insandır ki, bir dünya çempionatında 2 dənə qızıl medal qazanmışdır. Bir dünya çempionatında yəni belə şey olmamışdır. Guinness rekordlar kitabına düşüb bu insan. 5 qat fərdi dünya çempionu yoxsa necə? Dünya çempionu, Avropa çempionu, olimpiyadada medal qazanıb, çox medallar. Yəni ki, yüksəkdə onu danışsaq, podkastın axıra qədər danışmalıyıq. Amma bax, bu podkastda ən əsas məsələ bilirsən nədədir? Ki, bu insanın təkcə prəmoy udarları yox, həmçinin prəmoy cavabları da var. Odur ki, nə suallarınız varsa, o sualları verin. Rafael, ilk sual məndən olacaq əslində. Nəyə görə? Çünki bu sual həqiqətən də maraqlıdır. Həm Ronaldo, həm Messi. Başa salacağım nəyə görə? Onlar dünyanın topunda olsa belə, amma bu topu saxlamaq, top yəni ki, top belə bu mənada. Amma bu topda qalmaq çox çətindir. Topa çatmaq asan da olsa belə. Siz brilyant oldunuz. Bu brilyantlığı necə bu qədər il ərzində saxladınız və hələ bu günə kimi gəlib çatdırdınız? Bu ən çətin şey nə idi sizdə bunu saxlamaq? Əvvəla sizi və bütün Azərbaycan xalqını salamlayıram. Və qeyd elədiniz ki, futbolda Messi, Ronaldo sözsüz ki, onlar topluqda qalıblar. Neçə illərdir ki, onlar həm öz üzərində işləyirlər, həm komandaya kömək edirlər. Və mənə gəldikdə mən də onlar kimi deyəndə ki, yəni ki, mən də öz sahəmdə, öz idmanımda pikdə qalmaq üçün düz vurğuladınız ki, 20 ilə yaxındır ki, mən 20 il yox, yəni neçə illərdir ki, yəni 34 ildir mən idmandayam. Bütün yarışlarda mən nəticələrim olub və bunun pikdə qalmaq üçün mən daim çalışmışam və çempion olmağa həmişə ac olmuşam. Və bəzi insanlar və idmançılar bir qədər çempion olandan sonra hansı cəhətdənsə zəifçilik olur. Kimsə çox üzr istəyirəm, ulduz xəstəliyinə düşür, daha necə deyərlər, sözümün yaxşı mənasında xanımlarla danışmağa üstünlük verir. Kimsə yeyir, deyir, çəkimi artırım 10 kilo ondan sonra salaram və kimsə maşına meyilli olur ki, maşınım olsun və yaxud evim olsun və yaxud 18-19 yaşında deyir ki, mənim pulum olsun, pul xərcləyim. Amma mən o yaşlarda bildiyiniz kimi çox kasıb ailədə böyümüşəm və bunlar mənim üçün ikinci, üçüncü planda olub və atamın bir sözü olub ki, hər zaman 30 yaşıma qədər, uşaqlıq olandan deyib ki, 30 yaşıma qədər sən adın üçün çalışacaqsan və 30 yaşdan sonra ad sənin üçün çalışacaq və bu qulağımda sırğa kimi həmişə atamın sözü yadımda olmuşdu və demək olar ki, o dediyi sözlərin hamısını nə mənə tərbiyə, tövsiyə edibsə, hamısı həyata keçdi və üzərimdə çox çalışırdım və çempion oldum və yaxud məğlub oldum. Qaydandan sonra ən çox fasilə verdiyim gün 2 gün, 3 gün olub və yenidən məşqlərimə başlayırdım. Amma ki, əgər travma, əziklərim olurdusa, bir qədər istirahət edib məşqlərə başlayırdım. Amma sən vurğuladın Ronaldo Messi məsələsini. Rafael özü də çox əla futbol oynayır. Yəni o futbolçu olsaydı bilmək olmazdı. Ronaldo yoxsa Messi olardı indi ən yaxşı. O mövzuya toxundunuz, soruşmaq istəyirəm. Atanız demişdi 30 yaşına qədər siz ad üçün işləyirsiniz, çalışırsınız, sonra ad sizin üçün adınız. Sizdə bu keçid nə vaxt olub? Bu keçid məndə indi atam misal olaraq belə demişdi ki, sözsüz ki, mən 36 yaşımda
olimpiyadaya, karate ilk dəfə olimpiyadaya düşmüşdü və ilk dəfə 36 yaşında mən tatamiyə çıxdım və orada finala qədər yüksəldim və tək finalda məğlub olub olimpiya ikincisi oldum. Bilirsiniz ki, dünya çempionu olmaq bir qədər yox, çox çətindir. Avropa çempionu olmaq çətindir, zirvəyə qalxmaq çətindir. Amma bütün titullara baxanda olimpiyada nöqtədir də, bilirsiniz. Əlbəttə. İdmanın şahı. Hə, idmanın şahıdır. Elə turnir ola bilər ki, hansısa bir növdə olimpiyada səviyyəsində olur. Məsələn, olimpiyadada cəmi olur 10 nəfər, amma dünya çempionatında gəlir 64 nəfər və hər ölkənin birincisi gəlir. Və orada hamı bilir ki, yəni bütün professional idmançılar bilir ki, həmən gün sənin günün oldusa, Sən udacaqsan. və Allah istəyirsə sən heç kim sənə müşat olmayacaq, heç kim sənin ayağı yəni qazmayacaq, sən o istədiyin nəticəni əldə edəcəksən və atamın o sözü mənim üçün və 36 yaşında finalist oldum və ruhdan düşmədim və ondan sonra kombat karateye keçdim və bu kombat karate tam başqa bir növdür. Yəni sualınızın cavabları və təsdiqi gəlir ki, mən birincilikdən, çempion olmaqdan doymurdum. Sportivni karate, yəni idman karatesi bilirsiniz ki, bir neçə santı qalmış, bu artıq bizdə xaldır. Əgər qızartı olarsa bu xəbərdarlıqdır və mən neçə illərdir bu idmanla məşğul olub və bir anlıq qərarımı dəyişdim və kombat karate də demək olar ki, düzdür, UFC qədər o qədər səviyyədə deyil, amma ki orada balivoy və yaxud boğucu fənd falan yoxdur, amma dirsəklə dizləndir və knockout və knockdown var və 2 ildən sonra mən dünya kəmərini 5 döyüş keçdim və orada da dünya kəmərini müvəqqəti olaraq dünya çempionu oldum və əsl dünya çempionu zədəsini sağaldandan sonra onunla da 5 raundluq 3 dəqiqədən döyüşdüm və yenə də qalib gəldim və artıq bu başqa bir idmandan da dünya çempionu oldum və bir dəfə də qorudum və düşünürəm ki, bu nəticələr sizin sualların cavabıdamız. Dostlar, çox heyf ki, karate əvvəl olimpiyadada olmamışdı. Karate əvvəlcədən olimpiyadada olsaydı, Rafael indi bəlkə də 2, 3, 4 qat olimpiya çempionu idi, rahat. Həqiqətən də bəlkə indi bilmirik də həyatdır, amma həqiqətən əgər mən bu necə ki nailiyyətlərimi davam edirdimsə, zədəsiz, xatasız, balasız gedəcəkdimsə, ən azı minimum 2-3 dəfə olimpiya çempionu ola bilərdim. Amma Allahın bir bildiyi var. Ona görə də bu gün bizə şükürlər olsun. Hə də özdə Rafael götürdün karatedən sonra karate kombata keçdin. Əsas fərq nədir idi? Bax keçəndə və nəyə görə sən karate kombata kontakt var, bu birisində kontakt yoxdur. Çox sağ ol. Rafael qardaşımız lazımdır Rafael. Bəs dedi, sən buraxdın o momenti. Sportivni karate odur ki, qardaş kimonoda çıxırsan və 5 santı, 6 santı qalmış, dəyməmişdən və orada tək 3 dəqiqədir. Amma onun fərqindən bunun fərqi burada knockout və knockdown var. Üzr istəyirəm, bədəni açıq olursan, kimono şalvarında, əlində MMA əlcəkləri, kapa və şilemsiz, kaskasız siz 3 raund 3 dəqiqədən və yaxud kəmərə vuruşursansa 5 raund 3 dəqiqədən və orada ən əsas fərq odur ki, qardaş, dünya çempionatına sportivni karatedən gedəndə orada sənin 64 dənə rəqibin olur. Sən və yarışa bir gün qalmış, sən bilirsən ki, sən hansı idmançıyla döyüşəcəksən. Amma kombat karatedə elə deyil, 2 ay yarım qalmış, 3 ay qalmış, sən tək bir dənə döyüşün olur və sən sırf o idmançının üzərində hər bir şey qoyursan, sən məsəl üçün mənim 1.67 boyum varsa, mənim bir rəqibim var idi, 1.93 boyu var idi. Mən artıq ona uyğun adam tapmışdım, özüm məşqə gəlirdi, onun kimi sparring dururdu və hətta hansı udar atırdısa onu atırdı, mən ona qarşı hazırlaşırdım. Peşəkar idman növü kimdə? Digər boks və yaxud da kickboks necədir? Həmən karatenin həmən variantıdır. Bəli, Pərvin Qorçu həm aparıcı, həm də ki ekspert. Bəli, Emin, buyurun. Ümumiyyətlə biz qonşuyuq Bəli. və mən həmişə sizi görəndə görürəm ki, sizi kimsə görəndə həm salam verir, həm şəkil çəkdirmək istəyir. Yəni ki, ümumiyyətlə sizi kim görür, həmişə sizinlə danışmaq istəyir. Dünyada da belədir. Çünki dünya səhnəsi mən görmüşəm ki, siz başqa yarışa, karate kombata gedəndə cəmaət ancaq avtoqraf istəyirsiniz, ancaq avtoqraf götürər. O talpayla dayanırlar. Yəni ki, siz amma buna baxmaraq siz çox sadə insansınız. Allah razı olsun. Ümumiyyətlə sizcə siz dünya karateni necə dəyişdirdiniz sizin karyera vaxtında? İlk növbədə sadəliyimdən, həqiqətən də sadəlik insanın baş ucalığıdır və həmişə sadə olarsansa səni çox istəyərlər.
Amma ki arada bir yüngül var idi ki də olsa göstərməlisən ki, sözün yaxşı mənasında ki, yəni biz buna məcbur deyilik. Yəni biz istəyib sadə oluruq və Allah xatir bunu edirik. Dünyada karatəni necə dəyişdim? Birinci ona toxunardım ki, mən 16 yaşım var idi. Aleksandr Biamonti adında Fransız, anası erməni, atası Fransız adlı bir idmançısı var idi. İndi siz necə ki, bütün dünya bilir ki, mən dünyanın bir nömrəsiyəm. Onda da Aleksandr Biamonti 33 yaşında mən onunla ilk dəfə döşəyə çıxdım və o vaxtları disk falan yox idi, Instagram, o vaxtlar Adnoklassnik falan var idi. Şəbəkələr yox idi. O yüzden mən başladım, kasetlər var idi, belə kasetlər, başladım onun döyüşlərinə baxmağa və bütün hər kəs onun kimi saçını darayırdı, onun kimi kimonosu uzun və doğrudan da o vaxtın legendası idi. Yəni ki, legendalar heç vaxt həyatdan rəhmətə gəlib ölüb geçsələr belə heç vaxt əslində unudulmamalıdırlar. O həqiqətən də karatenin legendası olub və elə momentlər olub ki, biz də ona baxmışıq, nə isə öyrənmişik. Amma mən 16 yaşında bir gün atama qayıtdım ki, papa, əgər mən bununla döyüşə çıxsam, mən buna qalib gələcəm. Və mən bunu məşq yoldaşlarımın yanında deyəndə, məşq yoldaşlarım mənə istər dostlarım, istər yadlar, biraz onlara gülməli gəlirdi. Çünki həqiqətən də danmayaq da, yəni o qədər güclü bir idmançı idi ki, 9 il bu Avropa çempionatında bir dəfə olsun uduzmayıb. Və artıq mənim 19 yaşım olanda mən onun hətta necə döyüşür, hansı əllə atak eləyir, hansı ayaqda, hansı... Bəli. Və ona hazırlaşmışdım və Moskvada keçirilən Avropa çempionatında mənim demək olar böyüklər arasında 19 yaşımda birinci ya ikinci Avropa çempionatım idi. Gedirdim və artıq biz finala qaldıq və finalda mən ona qalib gəldim və o heç cür bununla razılaşmadı. 9 il Avropa çempionu olasan, 9 il hər zaman kürsüdə olasan və 10-cu dəfə olmaq istəyəndə bir, yəni karatedə Azərbaycan tanınmır. Yəni karate növündə Azərbaycan, yəni biz başa salırıq ki, Türkiyədir və yaxud oradır, buradır, İrandır, oraya yaxındır, buraya yaxındır. Yəni bizi belə eləyərək yola verirlər, amma həqiqətən də bilinmirdi və o hər bir müğənninin bir mahnısı var ki, onu özü kimi oxuyan heç kəs olmur və ondan partladır. Və məndə də o döyüşdən sonra demək olar ki, bütün Avropa və dünya başladı məndən artıq danışmağa və artıq neçə aydan sonra bizim Sumqayıtda qalmışam mən, 31 il orada qalmışam. Poçtda məktub gəldi ki, mən səndən yenidən döyüşmək istəyirəm. Fransada və onun vətənində. Bəli, yazılmışdı və mən də öz dilimizdən başqa heç bir dildə danışa bilmirdim. Və onu tərcümə elədim və cavan oğlan, mən heç nə pul fikirləşirəm, nə bir şey fikirləşirəm və dedim ki, heç bir problem yoxdur. Orada deməli turnirdir. Turnirdən sonra əlavə biletlər satılıb ki, sabahları dünya komandasından yığmaq Fransa komandası döyüşür və Aleksandr Biamonti, Rafael Ağayev. Sən bu söhbəti kimsə bilir? Bunu çox adamlar bilmir və biz o yarışa yollandıq, turnir olaraq yollandıq. Turnirdə mən iştirak eləməyəcəkdim. Sadəcə olaraq mən getmişəm, sırf bir dənə o döyüş, ikimiz getmişik ki, bilirdi ki, belə bir şey olacaq. Bəli, biletlər, yəni bir dənə yeri yox idi. Gəldim belə, gördüm ki, nəsə yerində dayana bilmirəm. Qızı qaşınıram. Dedim qoy çıxım bir dənə Temboli 2 gün sonra da döyüşüm. Çıxım özüm üçün açılışım 1-2 dənə boy keçim, yəni döyüşüm. Yarışın özündə. Qızışdım. Elə oldu ki, yenə həmən çəkidə o da çıxdı, mən də çıxdım. Bu söhbəti çox adam bilir. Elə oldu, bir döyüş o, bir döyüş mən, bir o döyüş o. Ayıldım ki, yarım finaldayıq. Deməli, bizdən 4 nəfər qalıb, nəsə, o çıxdı finala. Mən də çıxdım finala. Bizim döyüşümüz əslində sabahdır. Yəni ki, əsas yəni ki, biletlər satılıb ki, yəni ki, finala yenə mən bunu 2-1 hesabı ilə uduram. Başlayım nəsə danışmağa fransızca. Mən də başını deyirəm, okey, problem yox. Sabah yenə görüşürük. Sabah yenə döyüşürük və 100%. Yəni dedim, demədim, biletlər ona uyğun satılır. Mən ona görə gəlmişəm, mənim biletim ona görə. Və sabahsı günü həmən şey, qaranlıq, işıqlar falan, bu hava başqadır. Yenə də gəlirik, 3-2 hesablı ilə son saniyədə qələbə qazanıram və o legendanı 3 dəfə qələbə qazanandan sonra o artıq özü çıxıb deyir ki, mən karate üçün çox şeylər eləmişəm, amma artıq yeni bir nəfəs gəlib, onda mən legenda deyildim. Yəni sayılmırdım. Sadəcə olaraq cavan,
sadə, kasıb bir oğlan idim. Və ondan sonra başladım, yəni ki, bilirsiniz, mən elə bir idmançı olmuşam. Bilirsiniz də bir analiz eləmək üçün analizinizə, bir döyüşçüyə baxmaq üçün, onun üçün aylarla oturub baxırsan, müəllimlə danışırsan, bir müəllim yox, ikinci müəllim atırsan ki, sən buna taktika necədir, nə cürdür. Mən elə eləmirdim. Mən otururdum belə 30 saniyə baxırdım, mənim üçün hazır idi. Özü bilirdi nə var, nə Yəni o yox. yaşlarımda, artıq mən 31-32 yaşında başladım analiz eləməyə. Atırdım müəllimə, çünki məsəl üçün yeni uşaqlar gəlirdi 19 yaşında, düzdür? Amma mən 31 yaşında bütün mənim taktikamı, mən hansı əllə çörək yeyirəm, Hamısını ona bilirdilər, qədər kameraya çəkirdilər. Başa düşürsünüz? Ona qədər çətin idi və bir gülməli bir şey danışım. Deməli, dünya çempionatına gedirik. Həmən ili mən dünya çempionu oldum, amma çox çətinliklə də. Gəldim, deməli 2-3 dənə rəqibim var, analiz edirəm. Bir dənə də İrandan rəqibim var. Onu 3 ayda analiz edirəm. Bu nə edir, nə tərilir, ora bura getmişəm yarışa, ayıldım ki, həmən İran gəlməyib, başqa İranlı gəlir. Anladım var. Familiya başqa. Başqa olub, proza baxmamışam. Bir də ayıldım ki, ya şeydir, yarım finaldayam. Bu o deyil. Bu o deyil də, bu başqa adamdır. Bütün yəni əmək getdi də. Başıma belə iş gəlmişdi. Amma uddun onu da. Bəli, o dünya çempionu olmuşdun da, oldum. Amma çox çətin. Mən də spoiler Çox elədim. çətin. Pərvin görsən ancaq Rafaelin yerinə cavab verir, amma sual verir. Bir sənəyə görə Cavab Emil, sual- ona görə ki, karate ilə məşğul olmayıb. Bir sənəyə görə karate ilə məşğul olmayıb. Çünki baxmayıb nə karate paçana, nə baxmayıb Jean-Claude'un filmlərinə. Amma Panda karate. Panda karate dedim onu. 7 yaşımda üzgüçülük. 10 yaşımda karate. Aha, hamı qeyd edir. Narıncı kəmər. Onu montaj eləyəndə danışarıq. Ondan sonra da sən karate gəlibsən. Yox, mən boksa Mən getmişəm. gəlibsən karate. Karate gəlibsən Samir. Gəlibsən Süleyman. Yox, Süleyman onda- ancaq mən sənlə gəlmişəm Pərvin. Amma tak işte yəni dalınca da çox kickboxing. maraqlıdır. 8 Pərvin il. başqa nə edibsən? Gəl Pərvinə sual. Azərbaycan çempionu, nə bilim. Mən sənə deyim Pərvin əslində bax. Bugün qonağım Rafael sualım varsa verə bilərsən. Var, çox sağ ol Pərvin. Amma bir sənəyə görə bu dəqiqə Rafael bizim həqiqətən də biz şanslıyıq. Nəyə görə? Konkret mən özümdən danışıram. Uşaqlar getmir idmana. Mən gedirəm. Push 30 bizə idman verib, özü də idmandan savayı elə bir şey imkan yaradıb ki, istənilən idman növünə gedə bilərsən. Yəni həm fiziki cəhətdən, həm üzgüçülük cəhətdən və s. Yəni mən bundan yararlanıram. Buradan üzümü tuturam bizim sponsorlarımıza, baş sponsorluq proqramı deyirəm ki, çox sağ olun bu yaratdığınız imkana görə. Sualımı nəyə gətirirəm Rafael? Karatedən başladın və karate ilə maşallah davam edirsən. Bəs elə bir imkan olmuşdu ki, səndə bir seçim var idi ki, bəlkə karate yox, bəlkə bax ora gedim. Pərvin dedi ki, futbolçu da ola bilərdi əslində Rafael. Bəli, əslində o sualın cavabı bu idi. 19 yaşımda o Aleksandr Biamonçindandan sonra mən futbolu dəhşət azarkeşiyəm və dəhşət sevirəm. Və demək olar ki, neçə illərdir. Yəni ki, futbolu çox sevirəm. 19 yaşımda atam da futbolçu olub 25 il. İstədim karate ilə futbolu dəyişim. Həqiqətən Avropa çempionu idim, amma dəyişmək istirdim. Nədənsə dəyişmədim və Öyle də o fikirlər var idi. Yəni Avropa o fikirlər var idi və doğrudan da çox sevirəm futbolu və yığma komandada dünyada İtaliya yığmasına baxıram və komanda Milan olaraq komandasına? yox, Milan yox, hörmətim var, amma Juventus komandasına mən baxıram. 1994-cü ildən o komandanı tuturam. Baxmayaq ki, onlar B-yə düşdülər, nə bilim aşağı liqaya düşdülər. Yenə də baxıram və futbolu çox sevirəm. Olsaydı yenidən bir də həyata gəlsəydim, indi o Futbolçu olardım. Bəli, futbolu çox Belə sevirəm. oynayırsan da yəqin. Hə, futbolu demək olar ki, həftədə 2 dəfə, 3 dəfə. Harda gəlib baxmaq olar oyuna baba? Oynamaq, bax belə deyək. İndi bilirsiniz də mən 6-cı gün hardasa saat 12-1 arası oynamalıyıq. Bizdə çempionatda qurumlar arası 48 yoxsa 54 komanda tenis var. akademiyada olan. Bəli. Açıqda olmuşam. Bəli. Orada biz Orada oynayırıq. görüşmüşük. Orada gömrüyü təmsil edirəm. Çünki mən gömrük işçiyəm. Amma belə dostlarımızla da görüşürük. Nə vaxt istəsəz Məncə sənin qabağında dayanan yoxdur da. Risk eləmirlər. Yox. Elə deyil. Məsələn, Rafael 19 yaşında keçir futbola. Həm Azərbaycan bombardiri, həm çempionatların onda- bombardiri qırır. Qabağında olan olmaz. İndi də məsəl üçün doğrudan da düzdür. Şeydən qırağa çıxırıq, yəni karatedən qırağa çıxırıq. Amma futbola gəldikdə həqiqətən də fürsətdən istifadə edib Azərbaycan futbolundan qısaca bir şey deyim ki, hamı deyir ki, Azərbaycanda futbol yoxdur, amma mən ondan razı deyiləm. Azərbaycanda
futbol var. Çünki biz 7-8 il bundan qabaq kim deyə bilərdi ki, bizim gözəl, yəni ki, nəticəli Qarabağ komandası gəlib Çempionlar Liqasını oynayacaq və çıxmaq şansı var və nəinki Qarabağ, Neftçi var, Qəbələ var, Sumqayıt var və digər Araz Naxçıvan komandaları var. Artıq mən Azərbaycan çempionatına baxıram, az da olsa və fürsətdən istifadə edib bütün futbolçuları salamlayıram və komandalara uğur arzu edirəm və ən başda da Qurban hocanın, yəni ki, Qurban müəllimin həqiqətən böyük əziyyəti var. Həqiqətən də çox yəni Çox böyük iş görür. Fəxr edirik və Qarabağda o qədər işləri görüblər ki və pərdə arxası biz görmədiyimiz orada əziyyət çəkən insanlar var. Mən heç doğrudan da ad olaraq bilmirəm, amma onların hamısını salamlayıram və biz onların əziyyətini dəyərləndiririk və onlara yaxında oyun olacaq, onlara uğurlar arzu edirəm. Rafael, biz deyirik adətən bizim azərkeşlərə, onlar prosta bizdən qorxmurlar. Sən deyə bilərsən ki, azərkeşlər çox gəlsin bizim futbola, gəlsin. O kamera cəmiyyəti ortada deyil. Hansı bu? Bu sən payımı görəcəksən. Motor verin bir. Bizim həqiqətən də istəyərdim ki, bizim azarkeşlər, istəyərdim deyəndə ki, artıq bizim azarkeşlər hansı bir komandalarımız olursa, bacardıqları qədər imkan daxilində bizim gəlib, bizim deyəndə elə bizim də Azərbaycanın gəlib klublarına və komandalarına dəstək olurlar və mən də bir vətəndaş kimi, bir professional idmançı kimi, elə mən də sizin kimi Azərbaycan vətəndaşı kimi istəyərdim ki, gələsiniz, biz öz komandalarımıza, öz xalqımıza, öz millətimizə dəstək olaq. Çünki mən onu özüm yaşamışam, bir idmançının, bir professional idmançının nə dərəcədə, yəni siz xalq olaraq olmazsanız biz heç kimi, sözün əsl mənasında bizə verdiyiniz dəyərə görə, bizə verdiyiniz dəstəyə görə biz sizə minnətdarıq və minnətdar olacağıq. Odur ki, gəlin komandalarımıza dəstək olun, öpürəm hamınızı. Belə çağırış olmamışdı hələ bizim futbolda. Çempionata da gəlsin. İnşallah. Mən özüm də gedirəm. Sumqayıtındır, Qarabağındır. Zaman olanda gəlib baxıram. Rafael doğru dedi, həmişə kimi doğru vurğuladı. Bu azərkeş məsələsinə gəldi. Çünki Rafael karatedə, bizim yığmamız futbolda, mən özüm KVN-də iştirak edəndə bu azərkeş dəstəyi çox vacib idi. Mən bunu hiss edirdim səhnədə olarkən. Sizdə gülməli deyil, geniş kim gəlmirdi də, ona görə. Və sözüm nəyə gətirən Rafael? Bax, öz doğma divarlarında çıxış eləyəndə və digər ölkədə çıxış eləyəndə daha çox harda da həyəcanlanırdın, daha çox o hiss eləyirdin onu. Çünki yenə də brilyant olaraq sən başa düşürdün ki, hamı sənə baxır, hamı gözləyir ki, bu dəqiqə belə olacaq. Ən böyük hissiyat, məsuliyyət nədən ibarət idi səndə? Bax, çıxışa gedən, döyüşə çıxanda. Mən belə deyərdim, sualınıza belə deyərdim ki, professional Rafaeldə yox, professional idmançıda kim deyirsə məndə həyəcan yoxdur, bu bir mənalı şəkildə mən bundan razı deyiləm. Həmişə var, hə? Hər zaman. Həyəcan iki yerə, yəni Loruyla desək mandraj deyil də. İki yerə bölünür mənim üçün. Var, qorxursan, həyəcanlısan, bu heç vaxt düzələn bir şey deyil. Çünki insanın içində qorxu var. Əlbəttə. İnsana deyərsən ki, arıqla, insan arıqlaya bilər. İnsana deyərsən kökəl, insan kökələ bilər. İnsana deyilən 2 aydan, 3 aydan sonra formada ol, müəlliminlə məşq edib formada ola bilər. Amma insan içindən, içərisindən qorxursa, onu düzəltmək, yəni həqiqətən də çox çətin bir şeydir. Və ikinci həyəcan. Bu həyəcan gəlir məsələdən məhz mənim üstümə düşürsə, doğma divarlar arasında belə vuruşuram. Avropa oyunları olub, İslam oyunları olub, yəni ki, vuruşmuşam da, yəni mənsuliyyət birbaşa sənin üstündədir. Bütün karateistlərimizə hörmətim var. Bugün yığma komandada kim vuruşursa, onlara hörmətim var və köhnə idmançılar var ki, hamısına yox. Özünə hörmət qoyan insanlara bugünkündə hörmətim var. Bu bir mesajlı getdi. Yəni sözümün canı nədir? Amma birbaşa karateni bilən və bilməyən eşidib ki, Rafael Ağayev bir mənalı şəkildə bu uduza bilməz. Amma biz insanıq. Biz mənsuliyyət düşür. Bir dəfə yarışdan qabaq yığışmışıq, görüşdü. Bilmirəm, bunu istəsəz verəsiz, istəsəz yox. Deməli, möhtərəm prezidentimiz gedir qabaqda, biz də onun arxasıca. Sabahları Avropa oyunları başlayır. Amma görüş olub. Gedə-gedə çöndü, ayətdir ki, Rafael sabah qızıl verəcəksən. Yəni, bu söz
Başladım orada elə 2 rükət namaz qılmağa. İnşallah, maşallah, Allah qoysa. Yəni bunun özü bir dənə çox böyük məsuliyyətdir. Əlbəttə. Çünki ölkənin başçısı səndən qızıl medal gözləyirsə, bu başqa cür ola bilməz də. Yəni çox böyük məsuliyyətdir, başa düşürsüz? O cəhətdən sıxıntılar ola bilər. Məsələn, gedirəm dünya çempionatına, məsələn, düşürsən Fransada dünya çempionatı fransuzla, başqa idmançı düşünür ki, ay, onlar başlayır Fransa, nə bilim, qışqırmadır. Mən elə yanaşmıram. Mən deyirəm ki, okey, Azərbaycan deyir, Türkiyədə gedir, bura mənim vətənimdir. Onlar elə mənim üçün qışqırır. Yəni, yanaşmam elə olur. Başqa psixoloji cəhətdən elə yanaşıram. Hər onların qışqıranı deyirəm ki, mənim üçün qışqırır. Mənə alqışlayırlar. Yəni, Eləsində sənə alqışlayırlar. Elə mənə alqışlayırlar. Məsələn, bir dəfə Makedoniya idmançısından çıxmışam, mən bunu 4-0 udmuşam. Yəni, özümdə, yəni nə qədər professional olum, özümdə bir dənə məndə nöqtə getdi ki, mən bunu udmuşam, çönlü cəmaata belə deyil. Şokdayım ki, bəlkə bu məni udub. Yəni, mənə 4-0 uduzmaq onun üçün fəxr kimidir, başa düşürsünüz. Yəni, 8-0 uduzmadım, 10-0 uduzmadım. Yəni, belə şeylər olur. Yəni, qorxu mandrajı ilə məsələn, o qədər istəyirsən ki, sən çempion olasan, o qədər istəyirsən ki, orada da idmançı yana bilər. O qədər çox istədiyindən yana bilərsən. Rafael, bir dövrdə bizim milli komanda, sən də orada olmaq şərti ilə, sən idin, Ayxan Mamayev idi, digər idmançılar idi. Bir ara çox güclü nəticələr verirdiniz. Aha. Sonra siz hamınız yavaş-yavaş uzaqlaşmağa başladınız, Niyazi aralaşdı, sən aralaşdın. İndi yetişən pokoleniyada, indi yetişən idmançılarda neçə bir vaxtdan sonra onlar da gəlib sizin verən nəticələri hamısı təkrarlaya biləcəklər? Mən belə deyərdim. O vaxt Ayxan Mamayev idi, Ağasiyev Ceyhun idi. Sonra Firdevsi Fərzəliyev idi, Rafiz idi, Pənah idi, bugünkü də Turqat da yığma komandadadır. Yəni ki, bu insanlar biz yığma komandada bir yerdə olanda biz o qədər hamı yavaş-yavaş yaşlılaşdı, komanda birdən-birə dağıldı. Və mən elə düşünürəm ki, və o 5 nəfər getdi, yerinə 5 nəfər gəldi. 5 nəfər də getməsə 4-ü getdi, biri qaldı. Məsəl üçün, məsələn, Asiman Qurbanlı yadımdan çıxdı demək. Asiman Qurbanlı bu günləri bugünkü gündə də vuruşu və kapitan komandadır, səhv eləmirəmsə və yaxınlarda dünya çempionatı var idi. Bir dənə onun şansı var idi ki, oğlanlarda finala çıxış uduzdu. Təəssüflər olsun ki, zədəli idi və özü tək 15-16 gün hazırlaşıb bu yarışa girmişdi. Mən bildiyim məlumata görə. Yəni, biz olanda, bilirsiniz, birdən-birə hamından aralaşmağı yaxşı bir şey deyil. Yəni, bu şeydən demirəm, idmançı olaraq. Məsələ üçün Niyazi zədələndi. Firdevsi uzaqlaşdı, istəmədi. Mən peşəkara keçdim. Yəni, bu, məsəl üçün, komandadan 2 nəfər, 3 nəfər gedirsə, 2 dənə oputunu, yaşlı idmançını saxlamaq lazımdır. Çünki bu birisi gənclər gələ-gələ öz aralarında buradan onlara necə olaraq dəstək olaraq komanda elə dəyişmək lazımdır ki, hansısa bir ölkə bilməz ki, bu komandada insanlar dəyişə bilər, amma komanda dəyişliyində ola bilər bir yarışda Avropa çempionatına turnirdə rezultat verə bilməz, amma növbəti yarışda nəticə verəcəksən. Mən elə fikirləşirəm ki, amma bizim o komandamız olanda orada hansısa baş məşqçidən söhbət gedə bilməz. Orada o qədər maşallah pişmiş komandaydıq ki, məsəl üçün bizdə orada demək olar ki, hamı nəticəli uşaqlar idi. Ayxan Avropa oyundan qalib olub, böyüklər arasında dünya ikincisidir. İslam oyundan qalib olub, Asiman özü Avropa oyundan qalib olub. Yəni çox da Firdevsi Fərzəli mənlə yeganə idmançıdır ki, Azərbaycanda karatedə, kişilərdə mənlə bir yerdə olimpiyada döyüşüb. Yəni ora lisenziya qazanmaq, ora düşmək, onun özü biri düzdür. Bəli, yəni 3 nəfər getmişdik, 2 oğlan, biri qız. İrina Zaretskaya, düzdür. İrina Zaretskaya yaxşı idmançıdır və bilirsiniz ki, VKF növlərində, amma sırf Azərbaycanlı olaraq yox, bizim adımızdan çıxış edir və mən ona çox sağ ol deyirəm ki, münasibətimiz o qədər dərin olmasa da, amma bugünkü gündə o dünənləri dünya üçüncüsü oldu. Mən onu heç kim paylaşmasa da, mən özümü yaxşı oğlan deyərək demirəm, mən onu paylaşdım. Mən onun xarakterini bəyənməyə bilərəm. O mənim xoşuma gəlməyə bilər, amma o mənim
birbaşa bayrağımı təmsil edirsə, mənim borcumdur ki, vətəndaşım mən onu təbrik edeyim. Mən onu məsələn deyirəm, amma mənim ona böyük rəğbətim var, hörmətim var, amma münasibət o qədər gözəl olmasa da, amma mən onu birbaşa boynumun borcudur ki, mən onu paylaşıb təbrik eləməliyəm. Bunun özü də bir dənə mesajdır ki, yəni mənim məşq yoldaşlarım, ad olaraq demirəm, məşq yoldaşlarım var ki, yəni ola bilər kimsə sevməyə bilər, amma onu təbrik eləmək lazımdır. Çünki o birbaşa İlina Zaretska'nın yox, Azərbaycan dövlətini, Azərbaycanın bayrağını, himnini səsləndirir. Ona görə də o vətəndaş olaraq, nəinki karatesi olaraq, vətəndaş olaraq mənim boynumun borcudur ki, onu təbrik eləmək və təbrik eləmişəm. Şükürlər olsun ki, doğrudan da yaxşı ki var. Azərbaycan karatesi məndən sonra, elə mən olurlar da o tanıdırdı. Məndən sonra da yəni sağ olsun ki, yenə də rezultat verir. Baxmayaraq ki, çox üzr istəyirəm, dünyaya uşaq gətirəndən sonra ilk medalıdır. Yəni bu bir zarafat deyil də. Biz ki, dırnağımız qoxanda, nəsə qaniyanda bağlayırıq, özümüzə də deyirik ki, kişi kimi gəzirik. Yəni sağ olsunlar. Bunu istəyirəm ki, hər bir idmançı özünə bir misal kimi götürsün, həmişə də belə eləsin. Bir-birimizə dəstək olmaqdan ancaq komanda şəklində belə olmaq olar. Emin? Həmişə sizdən soruşmaq istəyirdim. Biz qonşuyuq, ben niyə soruşmursan? Abi bilirsən nə edir bu? Deyir mənə birdən nəsə deyərsiniz, təkləyərsiniz. Hə, qorxudur, sən də qorxudur. Rafael Ağayev qonşumdur. Düzdür. Təkərəm üstündə. Deyirəm o şeydir, qonşular arası dünya çempionu olsa biz birinci yerə çıxardıq. Mari oradadır, mən oradayım, maşallah olsun. Biz həmişə elə İlkin Həsənli də oradadır. Yəni kim istəyən var. Deməli başa tədbir aparmaq olar. Əməl işte sportivli bir dənə şey keçirmək, yarış keçirmək olar. Konlu, görün baxım elədir. Emin apardı, nə bilim bunu. Dünya çempionatları, udmuşsunuz, Avropa çempionatı, Olimpiyadada medal qazanmışsınız. Ümumiyyətlə siz öz həyatınızda nə dəyişmək istəyirsiniz? Keçmişə qayıtsaz, balaca Rafaeli görsəz, nə deyə bilərsiniz ona? Hələ karate başlayan Rafael. Bilirsiniz, adam idmanın içində olanda elə bilirsən ki, hamı səni çox istəyir. Çünki həqiqətən də professional idmanda o qədər məşq edirsən, o qədər əziyyət çəkirsən, yan görəri və arxanı sözün yaxşı mənasında fikir vermirsən, görmürsən. Arxaya qayıtsaydım, neçə illər qardaş bildiyim insanları idmanına, bax, karatenin içindən deyirəm. Bax, karatenin içi. Biri var ki, bilsən, mən bir nəfərlə düşmənəm, düşmənçiliyimizi göstəririk və kişi kimi də düşmənçiliyik. Sən bilirsən ki, bu düşmən. Bu qorxulu bir adam deyil. O ki, illərlə bir evdə çörək kəsirsən, və kiməsə inanırsan, illərdir. Mən hamıya yaxşı ola bilmərəm ki, düzdür. Əlbəttə, davam edir. Kimisinin üstündən mən də necə özümdən razıyam, pisəm. Ya bu normaldır. Mən bunu normal qəbul edirəm. Amma o ki 20 ilə yaxın, 15 ilə yaxın çörək kəsəsən, belə dostluq, düzdür, həyatda belə dost olmasaq da, yəni məşq yoldaş olmuşuq, bir qabdan yemək yemişik, nə bilim necə olaraq onları elə bilmişəm ki, mənə çox yaxındırlar. Elə onları yəni baxardım, bilərdim 40 yaşında yox. Yəni qismət, yəni 40 yaşında gərək bilməzdim ki, yəni bu insanlar belədir, başa düşürsən. Uşaqlığa qayıtsaydım, seçimdə, məşq yoldaşı seçimində, dost seçimində, qardaş bildiyim, başa düşürsən. Biz deyirik, məsələn, biz deyirik, çox səhv eləmişik. Əslində səhv eləməmişik. Bizim ürəyimiz o qədər açıqdır, biz o qədər hamını özümüz kimi bilirik, hamının yaxına baxırıq və udar dəyəndə bizə pis təsir edir. O əslində insanın bilsən inanmaq söhbəti var da. Mən tez inananam, artıq indi inanmıram. Şükürlər olsun. Bir onu dəyişərdim və bir də əgər bu birisi necədir, var bir insanın istəkləri həmməşə olur, amma arzuları çox az olur. Və istəyir ki, o arzulara çatsın. Amma istəklər, məsələn, vaxt vardı, deyirdim, bir dənə maşınım olsun, başqa heç nə istəmirəm. Onu aldım, ondan sonra başqa, ondan sonra başqa. İstəklər də, başqa istəklər. Amma arzum olur ki, mən dünya çempionu. Atam mənə demişdi ki, sən 5 dəfə Avropa, 3 dəfə dünya çempionu olmuşdun. Deyirəm, baba, məzələnsən o vaxtlar. Elə oldu ki, atamın istədiyindən mən 2 qatından, yəni ki, kombatı da qatsaq ora 6 dəfə dünya çempionuyam. 11-12 dəfə də böyüklər arasında Avropa çempionuyam da. Yəni bu həqiqətən, qardaş, mən özümə tərif demirəm, tərif Allaha məxsusdur. Bu həqiqətən bilirsən nədir? Bir idmançının karyerasında olmağında, məsələn, götürək, məsələn, Rövşən Bayramov güləşdən. Güləşdir. Düzdür? Biz dost deyilik. Biz sadəcə olaraq harada görüşdük, birimizə idman sayəsində birimizi tanımışıq. Ona xatir görüşürük və baxmayaraq ki, dost deyilik, amma hər zaman mən yaxşı insanlar mənim necə deyərlər, qulluğundayım. Rövşən Bayramov nə qədər olimpiyadada ikinci oldu? 2 dəfə.
İki 2 dəfə, dəfə, iki. ya 2 ya 3 dəfə, düzdür. 2 dəfə. Bir dənə fikir verək, Rövşən Bayramov, düzdür. Olimpiyadada ikinci oldu. 4 ili sərf olundu. O birisi olimpiyadada 4 il keçdi, yenə ikinci oldu. Bir dənə də olimpiyadada 12 ildə bir idmançının formada qalması, bilirsiniz nə deməkdir? Özümdən demirəm. Bax, Rövşən Bayramovla bizim sadəcə olaraq salam aleykumumuz var. Bir idmançının Amma nümunə olaraq 12 il, 12 il ya. özümdən demirəm, 12 il güləş idman növündə formada qalmaq, bu elə belə bir şey deyil. Bax, mən də həmçinin ona oxşar bir dənə deyim ki sizə, mən demək olar neçə il dalbadal mən, yəni ki, mən bir aladizə bir dünya çempionatından 2 dənə qızıl gətirmişəm də. Bax, o dünya çempionatı absolut sayılır da, absolut open, açıq çəki. Öz çəkimi uduram, 70 kiloda oluram dünya çempionu. Və bir gün sonra yatıb dururam, bütün çəkilər yoxdur. Neçə çəkilər var? Bütün çəkilər. Məsələn, siz 100 kilosunuz, məsələn, siz 120 kilo, siz 60 kilo, qardaş 70 kilo, siz 70. Onların bütün çəkilərin olan dünya çempionu. Və onu udandan sonra karatedə o çəkini 2008-də olmuşam. Bu gün neçənci ildir? 17 il o çəkini bağlayıblar. O çəkidə yarış gedir. Pajizini İndi gülməlidir. Bax, onu bağlayıblar. Çünki 2007-də onun Avropasını unutdum. Həm çəkimi, həm absolutu. Boyum da 1.67. Boyumuz balaca olsa da ürəyimiz böyüdür. Yəni bu günləri tərif getmir də, başa düşürsən? Yəni idmanda olanları deyirəm. Məsələn Rövşən qardaşdan danışıram. O deməkdir ki, mən həmişə demirəm. Yəni faktları deyirəm. Məsələn bizim o qədər neçə də olimpiya çempionumuz var, bilirsiniz? 7. yox, çoxdur. 11 idi deyəsən. Bax, bugünkü Rövşən Bayramov yada düşür. Yox. Mənim yadıma düşür. Olimpiyadadan danışanda həmişə onunla mən final vuruşmalarına baxmışam, güləşlərinə ikisinə də. Yəni ki, Sən acı uduzunda bir addım gərək biz fəxrlərimizi, çempionlarımızı, əsl çempionlarımızı heç vaxt unutmayaq. Özü Rövşən köhnə qaydalarda uduzmuşdu. Xalları bərabər oldu finalda. Axırıncı xal rəqib qazandı. Rus idmançısını uduzmuşdu. Amma yenə də Rafael, dediyin hər bir şey Canan Abbasovna, dediyin hər bir şey qulaq asıram. Yəni ki, başa düşürəm ki, bu böyük təcrübə desəm çox belə səslənmir. Bu elə bir təcrübədir, bu həyat təcrübəsidir, bax dediyin. Yəni doğrudan da elə bir şeydən keçibsən ki, sən bunu təcrübə edibsən. Yəni kimsə indi sənin misalında bunu gəlir, kimsə misal üçün sına bilərdi, kimsə sən demişkən ulduz o şey xəstəliyi tuta bilərdi, amma sən bax gəldin, çatdın da, yəni maşallah, yəni biz görürük sən nə cür insansan, 5 dəqiqə bəs oldu ki, biz bilək nə cür insansan. Bu təcrübə əsasən də, bax, gələcək nəsilə nə demək istərdin ki, bax, belə eləyin ki, belə olmaz. Karatedə yoxsa ümumiyyətlə? Həyatla da bağlı ola bilər. Sən də həyatda da belə. Belə deyərəm də, əstəğfurullah, yəni gənclərimizə onu deyə bilərəm ki, ilk növbədə ananın, atanın, ailənin qədrini bilsinlər. Pis vərdişlərdən, bu, siz hər verilişdə deyirik, o sual verilir ki, gənclərimizə nə demək istəyirsiniz? Hamı çıxırdı ki, mən istəyirəm pis vərdiş. Elə həqiqətən də bugünkü günə baxanda zamanəmiz çətindir. Pis vərdişlərdən həqiqətən də uzaq olmaq lazımdır. Pul çox şeyi həll edir, amma hər şeyi həll eləmir. Əlbəttə. Yəni, Sumqayıt şəhərində mənim öz klubum var, Qara Birliyan, hələ ki Bakıda yoxdur. Səslənirəm ki, hansısa bir ailənin imkanı çatmırsa, ödənişə falan, bizim qapımız, zalımızda hər zaman açıqdır. Şəhid ailələrdir, qazi balalarıdır. Yəni, onları heç demirəm də. Yəni, belə də kimdə olur da, yəni, utanmırıq ki, vaxt olub mən özüm konduktor işləmişəm avtobusda. Yəni, mən onu utanmayıb deyirəm. Yəni, hansısa bir nəfər görər, belə deyər, elə deyər, Rafael rola. Mən heç vaxt rola girməm. Məndə bilsin necədir, promoy adamam. Gəldisə deyirəm. Yəni ki, kiminsə imkanı çatmırsa, bizim Qara Brilyant klubumuz var. Orada Pərviz müəllim var, Kamran müəllim var, Elnurə müəllimə var ki, onlar mənim yığma, Əli müəllim var. Yığma komandasının klubumun yığma komandalarının məşqçiləridir və sözü gəlmişsə Əli müəllim bizim kluba
yenidən, yəni ki, yeni gəlir və Bakıda dərslər keçir. Düzdür, halallığın almamışam, yəni ondan soruşmamışam, amma mən bilirəm ki, o elə bir insandır ki, o heç vaxt yox deməz. Bakıda da kimin imkanı olmazsa, mənə Instagram səhifəmdə yazsın ki, məsəl üçün imkanımız yoxdur, məşğul olmaq istəyirik. Skrin edib saxlayarsınız, əgər sözümdən dönsəm. Yəni ki, gəlin məşq eləyin, nə vaxt nə lazım olsa biz sizin qulluğunuzdayıq. Tək ki, Azərbaycana mərd, igidli, çempionlar yetişsin, insanlar, yaxşı idmançılarımız olsun. Rafael, bəxtlarım bu dost məsələsindən danışdın. Sənin bir müsahibəni gördüm. Bir yaxın dostun haqqında danışmışdın orada. Aha. Ki neçə illər danışmamışsan, amma o insan sənin dar günündə yanında olub. Yəni o çox böyük bir dostluğa olan nümunə idi. Hə, o insan mənim uşaqlıq dostumdur və uşaqlıq deyəndə yox, uşaqlıq dostum deyil. Biz hardasa institut vaxtlarında başladıq dostlaşmağa və hardasa çox deyil, institut vaxtında 20 il də olmasa bir 17 il, 15 ilin dostuyuq və o dostumla biz küslü idik və elə həmən verilişdə barışdıq. Ondan sonra davam elədik. Hə. Barışan günə daş düşək. Ya, dostum Elvindir, Elvin salamlayıram. Uşaqlıq dostlarım çoxdur. Turaldır, Amaldır. Onlar mənim uşaqlıq dostlarımdır. Onları salamlayıram. İnşallah ki, yəni dostluq eləməyi bacarıram və həyatda çempion olmaq istəmişəm, amma necə deyirlər, loru dillə stoykamı saxlamaq, özümü, yəni ki, ağdan qaranı ayırmaq və heç kimin qəlbinə dəyməmək olur da insanam, qəlbinə dəyməmək. Dostlarıma hər zaman canlarımdır, dostlarımdır. Yəni ki, dost uğrunda həmişə hər qulluğa hazıram imkan daxilində. Hamısına can sağlar. Ona görə də hamıya da elə bir dost arzulayırıq. Hamının da elə bir dost olsun ki, sən o nümunə gətirəndə baxırsan, deyirsən ki, adam deyir, mən danışmıram ondan, amma adam yanındadır. Yəni danışmırlar, amma yanındadır. Pis günündə də, yaxşı günündə də. Dost demişkən, bizim dostlardan bir balaca danışmaq istəyirəm. Sən onu çox qəşəng tanıyırsan, sən də tanıyırsan, Rafael də inşallah tanıyacaq. Push 30-dan danışıram. Bizdə Push 30 elə bir dostdur ki, həqiqətən də həmişə yanımızdadır. Yəni maşallah, özdə istənilən vaxtda emindir. Rafael bilmirəm, bilir yoxsa yox. İstənilən vaxt, xahiş edirəm bir dənə su zəhmət olmasa Rafaelə dostlar. Su var, burada var, evə də aparacam. O ehtiyac yoxdur. Sən apararsan, bizdə ehtiyac yoxdur. Push 30 elə eləyib ki, yəni ki, istənilən vaxt gedə bilərik. Bax, istənilən idman növünə və s. Yəni həqiqətən də qalsın markası, problem yoxdur. O importludur, verin Rafael. Yox, var qaqa, sudan boğan. Paltar var, gətirir ya. Deməli, da belə bir dostumuzdan da söhbət elədik. Buyurun. Bu arada da biz üçüncü dəfədir ki, bu arenada çəkiliş edirik və bunun üçün üçüncü dəfə, bəli. Arena rəhbərinə təşəkkürümüzü bildiririk ki, bizdə burada çəkiliş üçün şərait yaradıblar. Matlar verəydi, Rafael, səndə döyüşəndə, yoxsa orada yarış başlayacaq. O vaxtlar üstlərində bu tatamilə məşq edirik, çünki bir zalda cido ayrı falan deyil də, bir yerdə eləndə bu əvvəlində belə idi. Karatedə keçmədi. Karatedir, taekvondodur, aikido'nun məşqləri bizə uyğundur. Yumşaqlıq cəhətdən bunlar daha yumşaq olar, çünki burada böyük brasoklar olur. Rafael, bir ara Tofiq Güllə məşq edirdin, onların komandası ilə. İndi onlar da hamısı peşəkar vuruşan, kontakt vuruşan uşaqlardır. Nə dərəcədə sənin üçün çətin oldu onların məşqlərinə qoşulmaq, sparinqlərdə onlarla işləmək? Sözsüz ki, o komandaya qoşulmuşdum. Qoşulmuşdum deyəndə biraz pis çıxır. Yox, doğrudan da o komandaya qoşulmuşdum və Ruslan müəllimin rəhbərliyi altında məşqlərə davam edirdik. Və o kombat karate deyəndə artıq mən idman karatesindən uzaqlaşanda ora müraciət elədim. Onlar da mənə sağ olsunlar qəbul elədilər və çox çətin oldu mənə. İlk günlərdə, ilk aylarda mənim üçün çox çətin idi. Amma o komandanın, orada olan uşaqların Tural Rəqimovdur, Vüqar Kərimlidir, Tofiqin özüdür, sonra Mehmandır, Rüfətdir. Yəni bu dediyim insanlar mənə kiminsə adını unutdumsa üzürlü sayılsın, amma o komanda olaraq onlar mənə çox dəstək oldular və Rüfətlə mən başqa Azərbaycan qırağda başqa bir necə deyirlər yığma komanda şəklində məşq elədik, zbor keçdik. Orada mənə çox kömək oldu. Ondan sonra Tural Rəqimovla burada düzdür məşqlərimi eləyirdim, amma zbor olaraq
o mənə vitamindən tutmuş hər bir şeyə qədər yatmağıma, durmağıma hamısına nəzarət edirdi Tural Rəqimov. Həqiqətən də onun böyük əziyyəti olub və o da Sumqayıt uşaqdır. Biz uşaqlıqdan, yəni düzdür bir-birimizi əvvəllər sevməmişik, amma sonra da yox, həqiqətən də sevməmişik, amma mənə çox köməkləri olub, dəstək olublar. Amerikada da mənim yanımda olublar, Turalda, Ruslan müəllimin özü də, Tofiq də, sonra Vüqarın özü də, bütün uşaqların hamısı, Mehmanın özü də o pərdə arxası görünməyən şeylər var ki, əlbəttə ən çətin olaraq ən çətin vaxtları mənim yanımda olublar. Hamısına minnətdarlığımı bildirirəm və bugünkü gündə də biz zəngləşirik, görüşürük. Mən heç nəyə baxmayaraq hamına münasibətimi gözəl saxlayıram və onlara da ilk növbədə can sağlığı və öz işlərində, həyatlarında ən böyük də can sağlığı, ailələrində uğurlar arzu edirəm. Rəfail, qonşu mövzuya qayıtsaq, sizi Hər sual qonşudan başlayır. İşlər gün demir, qonşularımdır, gəlməyim. son vaxtlar görmüşəm ki, siz başladınız motosikl sürmək. Yəni ki, o çoxdan var idi onlara sevgi. Ümumiyyətlə, siz futboldan danışdınız. Başqa bir hobbi hansı var sizdə bu həyatda? Şəhər tıxacıdadır. Yox, şəhər əslində sözün düzü nəyə görə? Yox, mən çoxdan sürmürəm. Cəmi götürsək artıq mən 2 aydır motosikl sürürəm. Kurslara da sözün düzü getməmişəm. Dostlarım öyrədiblər. Amma bugünkü gündə tıxac məsələsinə gələndə çox rahatdır, həddindən artıq rahatdır. Amma ki, bilirsiniz ki, apaslı bir şeydir. Hər an hər bir şey ola bilər. Maşın elədir ki, dəmirdə, maşına dəyir, maşın əzilir. Amma burada elədir ki, burada da maşına dəyər, ya sənə dəyər. Bir də ayılırsan. Onda sən də əzilirsən. Yerdəsən. Yox, sözün düzü bir dəfə yüngülvari olub yıxılmışam, amma ki, o sürürsənsə yıxılmalısan, amma tıxac baxımından indi artıq soyuqlar düşür, ona görə artıq qaraja qoymuşam, dayanacağa qoymuşam. Elə moment oldu ki, o maşınımı satmışdım. Biz motosiklet gedib alanda seçəndə mən motosiklet sürə bilmirdim. Mən dayanmışdım, uşaqlar sürürdü, yaxşıdır, pisdir. Dillər götür apar. Sonra yavaş-yavaş artıq sağ olsunlar və üzümü bütün sürücülərə tuturam ki, ara sıra ola bilər də kiminsə yolun kəsə, yox, bilə-bilə yox, bilmədən, yəni ki, yolun kəsə bilərəm, ya nəsə elə bilirəmsə üzürlü saysınlar. Yox, o qədər orada elə bir şey yaxşıdır ki, kaska açıqdır. Və kiminsə yoluna girəndə, kimsə söymək istəyəndə bir dənə belə baxırsan, deyir, Rafael fəxrimizdir bu dəfə keçkinə. Baykerlərə nəsə demək istəyirsiniz? Baykerlərə nə deyə bilərəm? Hamısı ehtiyatlı olsunlar. Nə deyə bilərəm? Baykerlərə uzun ömür, can sağlığı, ehtiyatlı olsunlar. Nəinki bayker, ümumiyyətlə... Bir neçə müraciət oldu, Rafael. Həqiqətən də, ümumiyyətlə, indi maşın sürülüyü belə deyilir. Mən özüm maşın sürəndə ən çox əsəbləşdiyim şey olur da, tıxacda belə olur. Amma ki, yəni ki, ola bilər də kimləsə olur, sözlər düz gəlmir belə də, amma biz Azərbaycanlı birimizi sevməliyik. Əlbəttə. Birimizi sözün yaxşı mənasında yola verməliyik. Kimsə mənə əsəb olanda mən onu yola verəm. Biri o da olanda birisi olmalıdır. Bağladım söhbəti. Qardaş düz deyil. Mən elə sürürəm, heç kimə əsəbləşmirəm. Kimsə də əsəbləşəndə yola verirəm. Yola vermək lazımdır. Həm də ki, hamımız Azərbaycanlıyıq. Əlbəttə ki. Sən də hər şey dedin, maşallah. Maşallah. Sən deyirəm, maşını saxlayıram, skuter götürürəm və bizim sponsorlarımız olsaydı, burada sizin reklamınız ola bilərdi. Skuter bir dəfə sürmüşəm, o da ağlımdan keçib. Çox ayaladı. Çox rahat. Bu sən neyini? Yaxşı, çox rahat. Rafael'dən danışaq. Çox rahat. Ümumiyyətlə, bizim karatədə gələcəyimiz üçün nə deyə bilərsiniz? Hansı perspektiv görürsün deyə? Təzə başlayanlarda nə görürsünüz? Ümumiyyətlə, karatə illərlə dəyişilirdi bu idman növü. Ola bilər daha sürətli oldu. Və siz bu dövrü, həm o dövrü görürsünüz, həm indiki dövrünü gördünüz. Nə deyə bilərsiniz? Nə məsləhət görərsiniz indi karatəyə, təzə başlayanlara, gəlmək istəyənlərə? Əslində, yaxşı yerə toxundunuz, amma ki, bu veriliş elə deyib gülməkdir, elə bir yerə toxundunuz ki, təzə gələnlərə nə deyə bilərəm? Bizim zalımız hər zaman açıqdır və mən dəstək olmağa hər zaman hazıram. Baxmayam ki, ad olaraq demirəm, elə müəllimlər var ki, istəmirlər
mənim seminarımda iştirak eləsinlər. Biraz paxılçılıq var belə o cəhətdən. Yenə də Allah köməkləri olsun. Çünki Qara brilyantı, Rafael özü qara brilyantı. Nəinki qara brilyantı, məsələn. İstəyirəm ki, bilsinlər. Qara brilyant Sumqayıt dostlar. Sumqayıtda qara brilyant klubu bizdə var. Bakıda da artıq Əli müəllimin rəhbərliyi altında bu gedir. Yəni əlaqə saxlaya bilərsiniz. Mən müəllimlərin nömrəsini verə bilərəm. Kim məşqə yazılmaq istəsə, bu belə. O ki qaldı indiki karatenin vəziyyətinə deyəndə, o barədə çox danışmayacağam. Çünki mən hal-hazırda bugünkü gündə dünyanın bir nömrə karatesi sayılıram. Amma ki öz vətənimizdə, öz Azərbaycan vətənində mən bilirsiniz ki, bir aralar vitse-prezident olaraq fəaliyyət göstərdim və ərizəmi yazıb artıq uzaqlaşmışam. Ona görə çox bir şey deməyəcəm. Çünki federasiyamız var, baş məşqçilərimiz var. Onlar olan yerdə mənim nəsə söz deməyim artıq olar. Haçan ki orada olaram, o sualı versəz, o suala uyğun cavab verərəm. Çünki olmadığım yerdə nəyisə danışmaq kimsə düz başa düşməz və nəsə düz çıxmaz. Sadəcə işlərində uğurlar arzu edirəm. İnşallah ki, bu qədər əziyyət çəkmişəmsə, karate növündə Azərbaycan xalqı üçün bu qədər, Azərbaycan xalqı deyəndə özüm döyüşmüşəm və bütün Azərbaycan dünyaya öz karate növümdə tanıtmışam və düşünürəm ki, bir gün haqq özü yerini tutacaq və hər şey yaxşı olacaq. Hamıya uğurlar arzu edirəm və qaldıqda bizim yığma komandanın uşaqlarına Allah onların qapılarını belə parça-parça eləsin ki, onlar hər zaman zirvələrdə olsun. 5 nəfərdən istəyən varsa 11 də mənəm. Rafael, ümumiyyətlə biz layihəyə başlayandan, podkasta başlayandan bütün dost tanış hamı deyir ki, Rafaeli çağırın, Rafaeli çağırın gəlsin. Deyir, darıxmayın, vaxtı var da Rafaeli çağıracaq. Yəni Rafael nəinki Azərbaycan karatesinin, dünya karatesinin bir nömrəsidir. Və bu bizim üçün çox böyük bir fəxrdir ki, sən gəldin, bizim qonağımız oldun. Estağfurullah. Və gördüm də, yəni bütün məncə izləyicilər gördü ki, necə dünya nömrə 1-i karatedə gəldi, belə çox belə sadə, nə bilim, amma eyni zamanda belə hər şey düzgün vurğuladı. Yenə də bu mənim fikrimdir. Əgər sizdə başqa fikir varsa, bura baxın, Rafaelə baxın, yəni ki. Nəysə, söhbət nəyə gətirdim? Onu gətirdim ki, çox doğrudan da premo udar kimi premo cavabları dinlədi biz Rafael. Rafael Ağayev dostlar bizim qonağımız idi. Podkastın qonağı, podkastın da aparıcıları həmişə kimi Pərvin Qorçu, Emin Əhmədov və mən Rüfət Xəlafov. Podkasta baxın, idmanla qalın və sağlam olun. Mən də fürsətdən istifadə edib sizə çox sağ ol deyirəm hər birinizə və yenə də pərdə arxası görünməyən qardaşlara da çox sağ ol deyirəm. Əziyyət çəkirlər. Hər zaman ekranımız işıqlansın. Nəinki Azərbaycan, bütün dünyaya tanınsın. Sağ olun, var olun. Allah sizin ürəyinizə versin. Minnətdaram ki, qızıl vaxtınızı alıb mənə dəvət edirsiniz. Çox sağ ol ki, vaxt ayırdın, gəldin. Sağ olun.